Salam hörmətli dinləyicilər, hər vaxtınız xeyir olsun. Mən Nihat Bayramlı, Naxçıvan Radiosunun efirindən hər birinizi salamlayıram. Bu andan etibarən 104.1 FM dalğasında əsas məsələ proqramı öz işinə başlayır. Məlum olduğu kimi, ölkə başçısı cənab İlham Əliyevin ötən il dekabr ayının 28-də imzaladığı müvafiq sərəncama əsasən cari 2025-ci il ölkəmizdə konstitusiya və suverenlik ili elan olunub. Bu il məhz müstəqil Azərbaycanın ilk konstitusiyasının qəbul olunmasından 30 il ötür. Eyni zamanda da 2020-ci ilin Vətən müharibəsinə, yəni 2-ci Qarabağ müharibəsində qazandığımız parlaq qələbənin də 5-ci il dönümü tamam olunur. Məhz bu amillər nəzərə alınaraq dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən cari il ölkəmizdə konstitusiya və suverenlik ili elan olunub. Bugünkü proqramımızda bəs bu mövzu ətrafında söhbət açacağıq. Studiyamıza qonaq da dəvət etmişik. İstərdim qonağımızı sizə təqdim edəm. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı hüquqşünas Yunis Xəlilov bizimlə bərabərdir. Yunis müəllim, xoş gördük. Xoş gününüz olsun Nihat müəllim. Çox sağ olun dəvət üçün. Təşəkkür edirəm. Sağ olun Yunis müəllim. Yunis müəllim, bir hüquqşünas kimi, bir ziyalı olaraq məhz cari ilin ölkəmizdə konstitusiya və suverenlik ili elan olunması ilə bağlı fikirlərinizi öyrənmək istədik. Sizcə bunun əhəmiyyəti nədən ibarətdir? Nihat müəllim, qeyd elədiyiniz kimi bu il həqiqətən son dərəcə əlamətdar bir ildir. Yəni konstitusiya və suverenlik ilinin elan olunması cənab prezidentimiz tərəfindən 28 dekabr 2024-cü il tarixli sərəncamla konstitusiyamızın 30 illik belə deyək, yubileyi belə qeyd eləyək, münasibəti ilə bir sərəncamdır və bu sərəncamla qeyd olunur və bizim Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən bir də 11 fevral 2025-ci il tarixdə bir sərəncam verilərək bu konstitusiya və suverenlik ilinin elan edilməsi ilə bağlı görüləcək işlərə dair tədbirlər təsdiq olundu və bu müvafiq orqanlara bu tədbirin qeyd olunmasına dair silsilə tədbirlərlə bağlı müvafiq tapşırıqlar nəzərdə tutuldu. Hətta Azərbaycan Konstitusiyasının 30 illik yubiley medalı da təsis olunacaq. Bəli, təsis olunacaqdır. Yəni son dərəcə əlamətdar bir hadisədir. Birinci ona görə ki, bir ölkədə konstitusiya ən ali hüquqi akt hesab edilir və onun, yəni Azərbaycan Respublikasında 30 illik bir yubiley, yəni 30 illik bir dövr keçir ki, bizim konstitusiyamız qüvvədədir və təbii ki, bu konstitusiyamıza dəyişikliklər, əlavələr günün tələbinə görə Azərbaycanın ölkəmizdə həyata keçirilən hüquq islahatları, iqtisadi islahatlar və digər faktorlar nəzərə alınaraq müxtəlif vaxtlarda 2002, 2009, 2016-cı illərdə referendumla dəyişikliklər, əlavələr də olubdur və bugün konstitusiyamız qüvvədədir. 1995-ci il memarı ümumilli liderimiz Heydər Əliyev olan konstitusiyamız qüvvədədir. Yunis müəllim, bugün biz əsas qanunumuzu konstitusiya adlandırılır, amma tarixə baxdıqda, yəni qədim Oğuz dilində, türk dilində yasa adlandırılıb. Və indi elə bunun da nəticəsidir ki, qardaş Türkiyədə hal-hazırda konstitusiya anayasa adlandırılır. Bax, maraqlıdır. Dünyada ilk konstitusiyalar harada yaranıb və ilk konstitusiyanı biz hansı ölkələrdə görmüşük? Nihat müəllim, konstitusiyaların tarixinə nəzər salsaq, yəni lap konstitusiya sözünün özü hərfi mənada latin sözüdür. Düzdür, bu lap qədim dövrlərdə gedib çıxır Roma imperiyası dövrünə. O vaxtlar düzdür, bugünkü anlamda konstitusiya yox, latin mənşəli söz kimi Roma imperatorunun dekretlərindən birinin adı kimi işlənirdi. Amma sonradan bu söz müxtəlif dillərə keçməklə qurmaq, yaratmaq, təsis etmək anlamına daşıyan, hansı ki, konstitusiya elə bugünkü gündə ali akt olmağına qurur, yaradır, meydana gətirir, digər qanunverici aktlarının bazası rolunu oynayır. Zəmin yaradır, qanunların işləməsi üçün. Əlbəttə. Hərfi mənada, yəni konstitusiya sözü qurmaq, təsis etmək demək olsa da, yəni lap əvvəllər dediyiniz kimi, məsələn, bu gün də Türkiyədə izi qalan qanunların anası anlamını verən anayasa ifadəsi, yəni Türkiyədə konstitusiya anayasadır. Məsələn, lap hətta əsrin əvvəllərində Türkiyədə də anayasa olmayıb. Məsələn, təşkilat-ı əsasiyyə olub. Təşkilat-ı əsasiyyə. Yəni, lap qədim dövrlərə geçsək, misal üçün, müxtəlif aktlar olubdur. Dünya tarixində də, Azərbaycan tarixində də ki, konstitusiya xarakterli, konstitusional münasibətləri, xalq, dövlət hakimiyyətləri, insan hüquqlarını tənzimləyən aktlar tarix boyu olub. Məsələn, elə Ağqoyunlu dövləti, Qaraqoyunlu dövləti, Səfəvilər dövləti, müxtəlif aktlar olubdur. Amma konstitusiya adı ilə ilk dəfə 1787-ci ildə Amerikada qəbul olunub, Avropada isə 1791-ci ildə Fransa, Polşada ilk dəfə hər iki ölkədə
eyni ildə qəbul olunubdur konstitusiya və ondan sonra digər ölkələr, Asiya ölkələrində və başqa ölkələrdə də qəbul olunub. Azərbaycan tarixinə gəlsək, Azərbaycan Respublikasında konstitusional dəyərə malik olan ilk akt əslində 1918-ci ildə qəbul edilmiş İstiqlal Bəyannaməsidir. Bəli, çox haqlı deyilsiniz. Bu konstitusion xarakterli, düzdür, biz o dövrdə konstitusiya qəbul edilmədik. Sovetlərin işğalı bizə imkan vermədi. Amma konstitusion dəyərə malik olan müddəalar, dövlətin idarə etmə formasını nəzərdə tutan müddəalar var idi orada və s. O vaxt qəbul eləmişdik. Amma SSR dövründə bizim ilk konstitusiyamız 1921-ci ildə qəbul olundu. Sonra 25-ci il, 1937-ci il Stalin konstitusiyası, sonra 1978-ci il konstitusiyası və nəhayət müasir dövrdə ulu öndərimiz Heydər Əliyevin deməli memarı olduğu ilk milli xarakterli konstitusiyamız 1995-ci ildə qəbul edilib və gərgin bir prosesdə ulu öndərimizin böyük zəhməti, əməyi bahasına ərsəyə gəlib. 1991-ci ildə SSR dağıldıqdan sonra müxtəlif ölkələr prezident üsul idarəsinə keçdilər. Yəni müstəqillik qazanan keçmiş ittifaq ölkələri prezident üsul idarəsində idarəçilik seçdilər. Digər ölkələr isə parlament üsul idarəsini seçdilər. Məsələn, Azərbaycan da prezident üsul idarəsi ilə idarə olunan bir ölkədir və təbii ki, bu da bizim konstitusiyamızda təsbit olunub. Bəli, ümumiyyətlə 90-cı ildə Azərbaycan Respublikasında prezidentlik postu təsis olunmuşdu, lakin onun konstitusion statusu qeyd elədiyiniz kimi 1995-ci ildə müəyyənləşdirildi və orada prezidentin səlahiyyətləri və digər icra hakimiyyəti və dövlət başçısı kimi onun statusu və səlahiyyətləri müəyyən olunubdu. Bu çox mühüm bir məsələdir. Baxın, idarə etmə forması olaraq yanaşsaq, dünya təcrübəsində prezidentli və parlamentli respublikalar var. Düzdür, bir də bir qarışıq hibrid respublikalar var. Amma əsasən prezidentli və parlamentli respublikalar bölünür. Yəni bizdə Azərbaycan tarixində o dövrdə prezidentli idarə etmə üsuluna keçmənin tarixi və siyasi, eyni zamanda hüquqi səbəbləri olub. Məsələn, ən birinci səbəb Sovet belə deyək rejiminin çöküşü və əvvəlki inzibati belə deyək amirlik metodologiyasının artıq effekt verməməsi və mərkəzdən idarəçiliyin zəifləməsi, hansısa Sovetlər Birliyinin də çökməsi üçün səbəblər kimi sadalana bilər və ölkəmizdə güclü mərkəzləşdirilmiş bir idarəetmə modelinin təsisini zəruri edirdi və Azərbaycan Respublikası həmin o modeli də prezidentli idarəetmə, yəni respublika idarəetmə modeli idi. Biz o dövrdə prezidentli respublika olaraq modeli seçdik və konstitusiyamızda bunun əsası nəzərdə tutuldu və ümumxalq səs verməsi ilə də xalq eşitliklə həmin idarəetmə modelini belə deyə tərəfdar çıxdı, konstitusiyamıza o idarəetmə modeli salındı. Düzdür, qeyd elədiyiniz kimi parlamentli respublikalar da vardı. Yəni bunların mütərəqqi tərəfləri, deyəlim müəyyən digər çatışmazlığı və s. bunlar nəzəri məsələlərdir. Bunların amma Azərbaycan Respublikasında prezident idarəetmə modeli effektlidir. Öz belə deyək də artıq neçə illərdir tətbiqin bu göstərir müsbət mənada və bugünkü gündə qeyd elədiyiniz kimi bu üsulla idarə etmə həyata keçirilir. Və siz az öncə də qeyd etdiniz, müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul olunması, konstitusion islahatlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ildə, yəni ilk konstitusiyamız qəbul olunduqdan sonra belə, yəni bu konstitusion islahatlar davam etdirildi. Məsəl üçün buna misal olaraq 1998-ci ildə ölüm hökmünün ləğv olunmasını da misal göstərə bilərik. Yəni sonrakı prosesdə, dövrdə də yəni bu konstitusion islahatlar getdi ölkəmizdə. Əlbəttə, məsələ buradaydı ki, hətta Nihat müəllim, konstitusiya qəbul edilənə qədər başlamışdı. 1993-cü ildə Ulu Öndərimiz hakimiyyətə gəlişindən sonra Qurtuluş günü kimi tarixə düşmüş o şanlı tarixdir. Ulu Öndərimiz çox ciddi konstitusion islahatlara başladı. Hətta ölüm cəzasının üzərinə moratoriumu 1993-cü ildə qoydu. Yəni ki, tətbiqinin qadağasına dair. Sonra müəyyən ciddi hüquqi islahatlar getdi. 1995-ci ildə artıq bizdə konstitusiya qəbul edildi və orada yaşamaq hüququ, konstitusiyamızın 27-ci maddəsində ən ali nemət, dəyər olan yaşamaq hüququ təbii ki, ölüm cəzasını istisna edən bir məsələ olmalı idi və bizdə Azərbaycan Respublikasında 1998-ci ildə artıq ölüm cəzası bir dəfəlik qanunvericilikdən çıxarıldı. Ondan sonra digər hüquq islahatları həyata keçirildi. Konstitusiyamızın qəbulu, məsələn, konstitusiyamızda ən mütərəqqi institutlardan biri Konstitusiya Məhkəməsidir.
Yəni qanunların konstitusiya uyğunluğunu yoxlayan bir belə deyək institutdur, bir belə deyək hüquq təsisatıdır və Konstitusiya Məhkəməsi yarandı. Məhkəmə hakimiyyətində ciddi hüquq islahatların düşeymləri qoyuldu və çox ciddi qanunvericilik aktları Nihat müəllim qəbul olunmağa başladı. Artıq konstitusiya var, qəbul olunub və bizdə cinayət məcəlləsi, cinayət prosessual, mülki prosessual məcəllələrdən sonra qanunlar, məsələn məhkəmələr, hakimlər haqqında qanun, polis haqqında qanun, əməliyyat axtarış fəaliyyəti, prokurorluq haqqında qanun və çoxsaylı onlarla belə qanunlar qəbul edildi ki, ayrı-ayrı orqanların statusunu, səlahiyyətlərini, xüsusən insan hüquq və azadlıqlarına aid çox ciddi aktlar qəbul edildi, qüvvəyə mindi və bütün bunlar nəyin əsasında idi? Konstitusiyadan törəyən, yəni konstitusiyadan qaynaqlanan islahatlar idi, ölkəmizdə həyata keçirildi. Və ölkəmizin konstitusiyasının əsas spesifik, özünə məxsus cəhətləri nədən ibarətdir? Siz qeyd elədiniz, 1784-cü ildə Amerikan konstitusiyasından qidalanıb demək olar ki, bütün konstitusiyalar, yəni o model əsas götürülüb. Bax, amma təbii ki, yenə hər bir ölkənin konstitusiyasının özünə məxsus cəhətləri var. Bu barədə Azərbaycan konstitusiyasının spesifik xüsusiyyətləri nədən ibarət? Azərbaycan Respublikasının konstitusiyasının ən mühüm mütərəqqi spesifik xüsusiyyətlərindən biri konstitusiyamızda, yəni bu artıq dəfələrlə də deyilir, klassik bir hal alıbdır. Konstitusiyamızın 1/3 hissəsinin, yəni çox böyük bir hissəsinin insan hüquq azadlıqlarına yer verilməsidir konstitusiyamızda. Yəni məsələn biz belə götürsək 2-ci Dünya müharibəsindən sonra qəbul edilən konstitusiyalara biz deyirik yeni nəsil konstitusiyalar. 1990-cı ildən sonra qəbul edilən konstitusiyalar ən yeni konstitusiyalar hesab edilir. Amma bizim konstitusiya hələ o dövrdə qəbul edilərkən ulu öndərimiz həmin komissiyanın sədri kimi bir çox ölkələrin konstitusiyalarını təhlil etmək, dəfələrlə hər maddə üzərində özünün çıxışları var, özünün o belə deyək, hətta aforizmə çevrilmiş müdrik kəlamları var ki, hər bir maddənin üzərində işləmişdi, yoxlamışdı, tətbiqi nə dərəcədə düzgün olar və bizim konstitusiyanın ən mühüm mütərəqqi tərəfindən biri insan hüquq və azadlıqlarına geniş yer verilməsi. Məsələn, müqayisə üçün desək, təbii ki, 1787-ci il ABŞ konstitusiyası ilə o cür paralel müqayisə də tam o qədər yaxşı olmaz, amma məsələn, Amerika konstitusiyasında ümumiyyətlə insan hüquq və azadlıqlarından söhbət getmir. O səviyyə ki, 1791-ci ildə hüquqlar haqqında yəni 10 dənə dəyişikliklə ora heç olmasa sosial-iqtisadi hüquqları sonradan saldılar. Bugün Amerika konstitusiyasında şəxsi hüquqlardan söhbət getmir. Bu bir, məsələn, ən mühüm mütərəqqi müddəalarından biri. İkincisi, konstitusiyada təkcə hüquqlar nəzərdə tutulmur. Ola bilər ki, konstitusiya hüquq verər, amma onun həyata keçirilmə mexanizmi olmasa, yəni onun heç bir əhəmiyyəti olmaz. Yəni nə olsun ki, yazılsın ki, yaşama hüququ var. Bizim konstitusiyamızda hüquqların həyata keçirilmə və pozulduğu təqdirdə müdafiə mexanizmləri vardır. Yəni məsələn, müdafiə mexanizmləri dedikdə məhkəməyə müraciət etmə hüququ, 3 instansiyalı məhkəmə sistemi, yəni birinci instansiyada razı deyilsən qərardan, apellyasiya ver, apellyasiyadan narazısan, kassasiya ver. Bundan başqa ombudsman təsisatı konstitusiyamızda, yəni öz kökünü konstitusiya, yəni vətəndaş pozulmuş hüquqları ilə bağlı birbaşa ora müraciət etmək. Digər bir tərəfdən yeni təsisatlar, məsələn, insanların özlərini idarə etmə modeli olan yerli özünü idarə etmə. Bələdiyyələrin nəzərdə tutulması ki, hansı ki 99-cu ildə, 1999-da ilk bələdiyyə seçkiləri keçirildi və bu artıq tətbiq olunmağa başladı. Məhkəmə sistemindəki islahatlar, dediyim kimi, o 3 pilləli məhkəmə sistemi xüsusi vurğuladım. Yəni, 3 pillə o deməkdir ki, vətəndaşa 3 qat təminat verirsən. Birincidən narazısan, 2-yə şikayət ver, 2-dən narazısan, 3-cü instansiya ver. Və bundan başqa xalq hakimiyyətinin konstitusiyada birbaşa təsbiti, yəni hakimiyyətin mənbəyini, xalq olması, idarə etmə modelini, yəni bunların hamısı konstitusiyamızın son dərəcə mütərəqqi müddəalarıdır. Yunus müəllim, indi təbii ki, biz bilirik, amma düşünürəm ki, buradan bir daha da səsləndirməyə ehtiyac var. Konstitusiyamıza əsasən dövlətimiz ilk öncə nəyə təminat verir? Konstitusiyamız insan hüquq və azadlıqlarına təminat verir. Birincisi, konstitusiyamızın 12-ci maddəsində Nihat müəllim dövlətin ali məqsədi müəyyənləşdirilib. Orada birbaşa deyilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının və Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin olunması dövlətin ali məqsədidir. Bu təminat çox mühümdür. Yəni bu elə-belə bir söz deyil. Yəni burada 2 məqsəd var. Bir, insan hüquq və azadlıqlarına dövlət qarantiya verir ki, mənim ölkəmdə vətəndaşlarımın hüquqlarına təminat var. İkincisi isə
vətəndaşların layiqli həyat səviyyəsi, yəni sosial həyat, biz deyək, sosial həyatlarını yaşayır. Bugünkü gündə biz baxırıq, ölkə başçımız cənab İlham Əliyev tərəfindən dəfələrlə vətəndaşların maddi təminatının yaxşılaşdırılması, müxtəlif sosial sferalarda islahatların həyata keçirilməsi bunların bariz nümunəsidir. Yəni vətəndaşların normal şəkildə maddi təminatı olan, sosial qayğıları olmayan bir cəmiyyət qurmaq. Yəni əsas hədəf budur. Bunun üçün də ölkədə hər cür təminat mövcuddur. Proqramımızın əvvəlində qeyd etdik ki, yəni konstitusiyadan geniş şəkildə məlumat verdiniz. Bu il həm də suverenliyimizin bərpa olunmasından, yəni 2-ci Qarabağ müharibəsinin 5 illiyi idi. Məsələn 2020-ci ilin Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirlərindən sonra suverenliyimiz bərpa olunub və suverenliyimiz təbii ki, konstitusiyada da təsbit olunub. Suverenliyin konstitusion cəhətdən əhəmiyyəti nədən ibarətdir? Baxın, çox yaxşı bir məsələyə toxunursunuz. İlin adına diqqət eləsək, konstitusiya və suverenlik. Konstitusiya tərəfi bəllidir, 30 illik yubileydir. Amma suverenlik tərəf Azərbaycan Respublikası artıq bütün ölkə ərazisində mütləq şəkildə əraziyə nəzarət eləmək səlahiyyəti Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında artıq əldə edibdir. Bütün ərazilərimiz işğaldan azad olunubdur. Yəni bu nə deməkdir? Suverenlik nə deməkdir? Dövlət suverenliyi, yəni ki, dövlətin öz iqtisadi, hərbi gücünə görə başqa dövlətlərin tabeliyində, nəzarətində olmadan mütləq şəkildə öz ərazisini idarə etmə qabiliyyəti. Xalq suverenliyi isə Konstitusiyamızın 2-ci maddəsində təsbit olunduğu kimi sərbəst və müstəqil öz müqəddəratımızı həll edə bilmək, öz idarə etmə formamızı müəyyən eləməkdir. Suverenlik sözünün hərfi mənası ali hakimiyyət deməkdir, Nihat müəllim. Ali hakimiyyət nə deməkdir? Yəni ki, idarə etməmiz özümüzdədir. Çox böyük bir simvolik anlam daşıyır və qeyd elədiyiniz kimi 2-ci Qarabağ müharibəsinin nəticəsi, antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikası bugün tamamilə öz ərazimizə, belə deyək, ərazimizi işğaldan azad edibdir. Bütün ərazilərimizdə Azərbaycan qanunları keçərlidir və hətta o cür cinayət yəni neçə illər bizim torpaqlarda qanunsuz əməllərə yol vermiş şəxslərin artıq məlum olduğu kimi məhkəmə prosesi keçirilir. Bəli, məhkəmə prosesləri keçirilir. Biz o məsələyə də toxunacağıq Yunus müəllim, amma yeri gəlmişkən belə bir sual ünvanlamaq istəyirəm sizə. Məhz suverenliyimiz, konstitusiya quruluşumuz bərpa olunandan sonra Azərbaycanın ən əsas gündəliyi sülh müqaviləsinin imzalanması idi Ermənistan tərəfindən. Lakin Ermənistan tərəfi biz bildiyimizə görə hər vəsilə bundan boyun qaçırır və hətta Ermənistan konstitusiyasında da Azərbaycana qarşı ərazi iddiaları var. Və dövlətimiz haqlı olaraq Ermənistandan bu konstitusiyasında ərazi iddialarını aradan qaldırmağı tələb edir. İstərdim bu məqamada toxunaq. Nihat müəllim, haqlı buyurursunuz. Yəni burada bir məsələ var. Yəni hər vəcinə onlar axırbaşı ermənilər bizim cənab prezidentimizin də dəfələrlə vurğuladığı kimi, yəni onların belə deyim, çıxış yolu budur, başqa yolu yoxdur. Yəni onların bugünkü gündə konstitusiyalarında o İstiqlal bəyannamələrinə istinad var ki, orada da o Sovet dövründə qəbul edilmiş bir qondarma qərarla Azərbaycanın 4,4 kvadrat metr ərazisinin öz əraziləri kimi nəzərdə tutması məsələsidir. Yəni bizim ərazi toxunulmazlığına zidd olan müddəa aktiv edir bugünkü gündə Ermənistan konstitusiyası. Yəni buna dəyişiklik eləmək məcburiyyətindədirlər. Hətta iş o yerə çatıb ki, bəzən onlar bizim tərəfə məsələn deyək ki, danışığı yubatmaq üçün, müxtəlif bəhanələr üçün ki, siz də bizim güya ki, biz də konstitusiyada dəyişiklik eləməliyik. Nə məsələdir? Güya ki, bizim konstitusiyada da onlara qarşı güya ərazi iddiası var. Halbuki elə bir məsələ heç qəti heç yoxdur. Bizim konstitusiyada Ermənistan konstitusiyası kimi böyük Ermənistan qurmaq kimi bir müddəa yoxdur. Onlarda böyük Ermənistan qurmaq iddiası var. Dırnaqarası. Bəli, dırnaqarası böyük Ermənistan iddiası bugünkü məhkəmə prosesində də o ittihamlar kürsüsündə oturan Arkadi Qukasyan deyir ki, bu nağıldan ibarətdir. Nağıldan ibarətdir. Yəni onların özlərinin xülyasıdır. Bu öz konstitusiyalarında var. Bizim konstitusiyamızın heç bir dövlətin, hətta bizim konstitusiyonun 10-cu maddəsi var. Orada beynəlxalq belə deyək, prinsiplər, beynəlxalq münasibətlərin prinsiplərindən söhbət gedir ki, Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarını qəbul edir. Bu prinsiplərdən biri də ərazi toxunulmazlığı prinsipidir. Azərbaycan Respublikası heç bir dövlətin ərazisinə indiyə qədər ərazi iddiası ilə çıxış etməyibdir. Bu dəfələrlə olub. Biz sadəcə hətta antiterror əməliyyatında da göründüyü kimi biz öz ərazimizdə, bəli, öz ərazimizdə hərbi əməliyyatları öz əramızda aparılmış. Bəli, yəni o əraziyə qanunsuz daxil olmuş şəxslərə qarşı bir mübarizə olubdur. Ona görə yəni bugünkü gündə o cür şəxslər də cavab verirlər. Və siz az öncə qeyd etdiniz, Ermənistan tərəfi də güya iddia edir ki, Azərbaycanın Ermənistana ərazi iddiaları var. Yəni bunu da onunla əsaslandırırlar ki,
Güya biz Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi kimi onların ərazisinə bilirsiniz, amma bu tamamilə o yanlış. nəyə görə? Çünki o nəyə görə yanlış və absurd yanaşmadır? Bizim konstitusiyamızda preambula dediyimiz, yəni giriş hissə dediyimiz hissə birinci normativ xarakterli, yəni müddəalar ehtiva etmir, yəni və orada nə var? O simvolik olaraq, yəni tarixi prinsip nöqteyi nəzərindən Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı olmasına işarədir. Yəni orada başqa heç bir hər hansı bir müddəa götürsək, yəni ərazi məsələsi heç bir müddəa ilə əlaqələndirilə bilməz. Yəni amma onlar yəni böyük ehtimal, yəni indi müəyyən qədər nə qədər yubatsalar da axır başı yəni o konstitusiyalarına dəyişiklik eləmək başqa çıxış yolları yoxdur. Çıxış yolları yoxdur, bəli, əlbəttə. Amma Ermənistan tərəfindən də bu son günlərdə Ermənistan konstitusiyasının dəyişilməsi ilə bağlı müsbət siqnallar görürük biz. Bəli. Məsələn, onların baş naziri Nikol Paşinyan 2026-cı ildə Ermənistan konstitusiyasının dəyişilə biləcəyini qeyd eləmişdi. Yəni artıq müsbət siqnallar var. Yəni düşünürəm ki, onlar da belə el dili ilə desək, mərəndə gəlirlər. Bəli, bəli, axır başı olmalıdır. Çünki yəni bölgədə indi bu politoloqlar, o sahənin mütəxəssisləri daha yaxşı şərhlər verirlər. Hüquqi baxımdan yanaşsaq, yəni ərazi dövlət sərhədlərinin müəyyənləşdirilməsi şərtdir. Yəni iki dövlət arasında ərazi sərhədləri müəyyənləşdirilməlidir ki, yəni hüquqi baxımdan zəruri olduğu üçün onlar bu məsələləri tezliklə həll etməlidirlər ki, yəni o məsələlər hüquqi baxımdan da qaydasına düşsün. Mən Azərbaycan dövlətinin, Azərbaycan xalqının humanizm, tolerantlıq prinsiplərini qeyd etmək istəyirəm. Məlum məsələdir, siz də az öncə qeyd elədiniz. Azərbaycan dövlətinə, xalqına, sülh və insanlıq əleyhinə qarşı müharibə cinayətləri törətmiş erməni əsilli 15 nəfər şəxsin hal-hazırda paytaxt Bakıda məhkəmə prosesi davam etdirilir. 2 aydan çoxdur ki, bu proses davam edir. Bir müddətdə şübhəsiz ki, davam edəcək. Bu 15 nəfər şəxs 2548 epizod üzrə cinayət işinə baxılır məhkəmədə bunları. Bax, həmin şəxslər belə Azərbaycanda yəni çox yüksək saxlanma şəraitinə malikdirlər. Yəni həbsdə olmalarına baxmayaraq onlar bütün təminatları ödənilir. Hətta həftədə 2 dəfə onların öz ailələrlə danışıq imkanı yaradılır. Məhkəmə prosesində onlar vəkillə təmin olunublar. Erməni dilində müəyyən hüquqi yardımlar ala bilirlər. Yəni bunların özü belə Azərbaycan dövlətinin necə konstitusiyon bir dövlət olduğunu göstərir. Əlbəttə Nihat bəy, bunlar bizim konstitusiya ilə verilən təminatlardır. İstər Azərbaycan Respublikası vətəndaşları, istər xarici ölkə vətəndaşları olsun, yəni hətta mühakimə olunan şəxs belə olsa, hansı ki çox ciddi cinayət əməllərinin törədilməsində ittiham olunurlar o şəxslər, soyqırım kimi dövlət hakimiyyəti, dövlət konstitusiyon hakimiyyəti ələ keçirmək və bunun kimi insanlıq əleyhinə olan çox ciddi cinayətlərdə. Lakin buna baxmayaraq onların konstitusiyamızda təsbit olunmuş hüquqi yardım almaq hüququ müdafiəçi ilə təminat verilib, ədalətli məhkəmə araşdırması, qeyd elədiyiniz kimi ünsiyyət hüququ, humanist o tələblər nəzərə alınmaqla təmin olunur. Bütün bunlar Azərbaycan Respublikasının konstitusiyasından qaynaqlanan belə deyək, təminatlardır. Ölkə başçımızın bu məsələyə göstərdiyi humanist yanaşmanın təzahürüdür. Ölkəmizin hüquqi dövlət olmasının ən bariz nümunəsidir ki, biz onlar kimi, ermənilər kimi məsələn əsirlərə işgəncə vermək, məsələn onlar bizim əsirlərə necə işgəncələr veriblər, bizim mülki əhaliyə, bütün bunlar tarixi faktlar kimi yəni mövcuddur. Hər kəs yəni bunu dana bilməz, hər şey ortalıqda, amma biz onların yəni qanuni şəkildə, hətta onlar vəsatətlər qaldırır bu gün məhkəmədə, baxılır onlara qanuna uyğun qaydada və mühakimələri də gedir. Təbii ki, indi məhkəmənin yekun qərarından asılı olaraq hansı qərarlar qəbul ediləcəkdir, o da gələcəyin yəni cinayət cəzasız qalmır. Cinayət cəzasız qalmır. Azərbaycanın bu mövqeyinə qarşılıq olaraq Ermənistan isə nə edir? Həm 1-ci Qarabağ müharibəsindən də 2-ci Qarabağ müharibəsində təəssüf ki, bizim itkin düşən vətəndaşlarımız olub. 4000-ə yaxın bizim itkin düşən vətəndaşımız var. Ermənistan tərəfi hər vəchlə onların taleyinə aydınlıq gətirməkdən boyun qaçırır. Günü bu gün belə. Bu nəinki dövlət daxili aktlarla qalır. Bu beynəlxalq hüquq, bəli, beynəlxalq normalarını pozmadır. Hətta bugünkü gündə Cenevrə konvensiyaları var 1949-cu il tarixli, bunlar bu gün qüvvədədir. 2 akt onlardan o 2 beynəlxalq akt əsirlərlə davranışı tənzimləyir. Yəni onları pozmadır kobud şəkildə. Yəni mən hərdən baxıram bizim bu 2-ci Qarabağ müharibəsində Nihat müəllim cinayət məcəlləmizin xüsusi hissəsi cinayətlərdən başlayır. Hansı əməllər cinayətdir? Belə 101-ci maddə misal
üçün təcavüzkar müharibə başlamaq, planlaşdırmaq, aparmaq və belə 120-ci maddəyə qədər, qəsdən adam öldürülməyə qədər sülh və insanlıq əleyhinə cinayətlərdir. Ta ermənilər bu həm 1-ci Qarabağ müharibəsində, 2-də də xüsusilə ta müharibə cinayətləri fəslində elə bir cinayət əməli qolunur ki, törətməsinlər. Hansını müharibə ətənənələrini pozmadan tutmuş, nə bilim, humanitar qaydaları pozmadan tutmuş, mülki əhaliyə Gəncə şəhərini vurmalarından tutmuş. Yəni, nə qədər cinayət var, hamısını törədiblər. Yəni, hətta ağ bayraqdan belə sui-istifadə alına yol verirdilər da. Amma məlum odur ki, ağ bayrağı qaldırırdılar, bizim əsgərlər yaxınlaşan vaxt qumbara atmaq, müəyyən partlayıcı atmaq. Yəni, bu ermənilərin törətmədiyi cinayət əməli qalmayıbdır. İndi ona görə də bugünkü gündə mühakimə olunurlar, məhkəmə gedir onlar barəsində. Yəni, haqq sonda qələbə qazanır və təbii ki, bütün bunların, belə deyək, bazasında da, bütün bunların o kökündə də cənab prezidentimizin uğurlu siyasəti, Müzəffər Ali Başkomandanımızın düzgün, qətiyyətli mövqeyi dayanır. Və artıq proqramımızın sonuna gəlirik. Sonda belə bir sualda ünvanlanmaq istəyirəm. 2020-ci ildə Vətən müharibəsində qazandığımız qələbədən sonra regionda yeni reallıqlar formalaşıb və bu reallıqlar fonunda Qərbi Azərbaycana qayıdış məsələsi. Bugün biz ərazi bütövlüyümüzü təmin etdik və soydaşlarımızın, Qərbi Azərbaycanlıların öz dədə-baba yurtlarına, Qərbi Azərbaycana qayıdış məsələsi gündəmdədir. Həm dövlətimiz, həm də Qərbi Azərbaycan icması bu istiqamətdə intensiv iş aparır. Bax, Qərbi Azərbaycanlıların öz torpaqlarımıza, yəni bugünkü Ermənistan adlandırılan Qərbi Azərbaycan torpaqlarına qayıdışının hüquqi əhəmiyyətindən, yəni daha doğrusu beynəlxalq hüququ əsasından söhbət açıq. Bəli, bunların beynəlxalq hüquq buna imkan verir. Bəli, çox rahatlıqla imkan verir. Hətta bu birinci bir təcrübə deyil. Dünya təcrübəsində belə nümunələr çoxdur. Yəni ölkənin müəyyən ərazisindən deportasiya edilmiş əhali təbii ki, zorakılıqla olmuş bir hərəkətlərlə olmuş. 3 deportasiya dalğası olub. Bəli, olubdur tarix boyu və bütün bunlar öz tarixi, belə deyək, öz tarixi baxımdan baxsaq, ümumiyyətlə Qərbi Azərbaycan, yəni bugün Zəngəzur, Azərbaycan ərazisidir. Təbii ki. Yəni onların qayıtması hüquqi baxımdan tam realdır. Təbii ki, burada dinc qayıdışdan, sülhlə qayıdışdan söhbət gedir. Bəli, diplomatik danışıqlar, razılaşma ilə, çünki bu başqa cürə də ola bilməz. Çünki əhali öz yurtlarından, öz ata-baba torpağından məcburi şəkildə deportasiya edilib və bu bugünkü gündə beynəlxalq hüquq konvensiyaları var bu sahədə. Beynəlxalq hüquq normaları bunu qəti qadağan edir, yəni yol verilməz hal sayır. Hətta bununla bağlı beynəlxalq məhkəmələrə belə çıxmaq olar. Sülh yolu ilə əgər bu məsələ qarşılıqlı razılaşma ilə həll olunmasa, onlar qayıtmalıdırlar, yerləşməlidir. Bu proses də gedir təbii ki. Hətta bugünkü gündə sərhədlərin müəyyən olunması məsələsi gündəmdədir. Demarkasiya hansı xəttələrlə olacaq? Təbii ki, bunun ən yaxşısını cənab prezidentimiz bilir. Onun düzgün, uğurlu siyasəti ilə hər şey qaydasında, yəni normal olacaq. Hətta bu gün xəritələrin hansı neçənci ildəki xəritələrlə bərpasından söhbət gedir. Yəni Sovet dövründə biz qondarma şəkildə o qədər ərazilərimiz elə Naxçıvanın özünün Ermənistana verilib ki, yəni bütün bunların hüquqi həll yolları olacaqdır. Təbii ki, diplomatiya ilə, uğurlu siyasəti ilə. Təşəkkür edirəm sizə, Yunis müəllim. Çox sağ olun ki, dəvətimizi qəbul etdiniz, studiyamıza gedəcəksiniz və bu konstitusiya suverenliyi ilində mövzu ilə bağlı suallarımızı cavablandırdınız. Çox sağ olun, mən təşəkkür edirəm. Sağ olun. Belə, dəyərli dinləyicilər, siz Naxçıvan Radiosunun efirində mən Nihat Bayramlının təqdimatında Əsas Məsələ proqramını dinlədiniz. Bugünkü proqramımızda konstitusiya və suverenlik ilindən söhbət açdıq. Qismət olsun, növbəti həftədə yenidən eşidilərik. Sağ olun, salamat qalın.